Hər birinizə salam əziz dostlar. Heç özünüzə sual vermisinizmi ki, niyə arıqlamaq bəzən mümkünsüz bir missiya kimi görünür? Elə bugün biz fitness dünyasını dolaşan ən böyük yalanları ifşa edəcəyik və sizi bu mif labirintindən çıxaracağıq. Əgər həqiqəti öyrənməyə hazırsınızsa, videomuzu elə indi bəyənin və daha çox belə elmi əsaslı məzmun üçün bizim Qərbi Səbz kanalımıza abunə olmağı unutmayın. Yaxşı, gəlin birbaşa mətləbə keçək. Bu 95% rəqəmi əslində çox böyük bir rəqəmdir, elə deyilmi? Amma bu, sizin iradənizin zəif olduğu anlamına gəlmir, heç də yox. Problem odur ki, bu pəhrizlər bizim biologiyamıza, yəni bədənimizin necə işlədiyinə tamamilə ziddir. Gəlin görək, elm əslində bizə nə deyir? Deməli, birinci bölməmiz sürətli həll mifləri. Hamımız bu vəhdləri eşitmişik. Bir həftədə qarın yağlarından qurtul və ya bu detoksla bədənini tərtəmiz elə. Amma bu iddiaların arxasında həqiqətən nə dayanır? Gəlin, ən məşhur mifdən başlayaq. Yalnız müəyyən bir bölgədəki yağları əritmək. Yəqin ki, hamı bunu görüb. Qarın yağını əritmək üçün dayanmadan edilən yüzlərlə qarın əzələsi hərəkəti. Bəs bu qədər zəhmət çəkməyə həqiqətən dəyərmi? Görəsən, elm bu barədə nə deyir? Cavab, inanın ki, sizi təəccübləndirə bilər. Gəlin görək bədənimiz yağ yandırma prosesini əslində necə idarə edir. Baxın, lokal yağ azaltmanın niyə işə yaramadığını anlamaq üçün lipolez prosesini başa düşməliyik. Təsəvvür edin ki, bədəniniz bir bankdır, yağlar isə sizin pulunuz. Enerjiyə ehtiyacınız olanda bədəniniz bu pullardan istifadə edir, amma siz pulun hansı kassadan gələcəyini seçə bilmirsiniz. Bu qərarı hormonlar bütün bədən səviyyəsində verir. Ona görə də sırf bir bölgəni hədəf almaq sadəcə mümkün deyil. Aha, baxın bura çox maraqlıdır. Bu cədvəl bizə nə deyir? Deyir ki, siz qarın üçün məşq edəndə, əlbəttə ki, oradakı əzələlər möhkəmlənir, amma bu, oradakı yağları yandırmır. Yağ yandırmaq tamamilə fərqli bir prosesdir. Bütün bədəni əhatə edir və hormonal siqnallarla idarə olunur. Və ən əsası, yağın haradan gedəcəyinə sizin qarın məşqləriniz yox, genləriniz qərar verir. Yəni, yüzlərlə pres hərəkət etmək sizi sadəcə güclü qarın əzələləri olan, amma yenə də qarın yağları olan birinə çevirəcək. İndi keçək başqa bir populyar mifə. Detoks. Hər yerdə detoks şirələri, çayları, pəhrizləri. Sanki hamı bədənini təmizləmək üçün nəsə etməlidir. Bəs həqiqətən bizim buna ehtiyacımız var, yoxsa bu sadəcə böyük bir marketinq hiləsidir? Və budur əsl həqiqət. Sizin bədəninizin onsuz da 24/7 işləyən möhtəşəm bir detoks sistemi var. Qaraciyəriniz, börəkləriniz, hətta ağciyərləriniz belə dayanmadan bədəninizi zərərli maddələrdən təmizləyir. Ən yaxşı detoks bahalı şirələr deyil, bədəninizin öz təbii sistemlərinə güvənmək və onları düzgün qidalanmayla dəstəkləməkdir. Bu, bizim Qəlbi Səbz fəlsəfəmizin əsas prinsiplərindən biridir. Yəni, məsələnin kökü budur ki, bu təmizlənmələr təkcə gərəksiz deyil, hətta zərərli də ola bilər. Bədəni vacib liflərdən məhrum etmək, qan şəkərində kəskin dalğalanmalar yaratmaq, həzm sistemini pozmaq, bunlar ciddi yan təsirlərdir. Qısacası, faydadan çox zərər vurma ehtimalınız var. Hətta alma sirkəsi kimi möcüzəvi sayılan məhsullar belə elmi sınaqdan keçə bilmir. Məsələn, bir vaxtlar çox məşhur olan alma sirkəsinin arıqlatdığını sübut edən bir tədqiqat statistik səhvlər ucbatından bu yaxınlarda geri çağırıldı. Bu da bizə bir daha göstərir ki, hər eşitdiyimiz iddiaya kör-köranə inanmamalıyıq. İndi isə keçirik ikinci bölməyə. Qida, düşmən, yoxsa dost? Gəlin, indi də qidanı bizə düşmən kimi göstərən mifləri araşdıraq. Həmişə bir günah keçisi axtarılır, elə deyilmi? Və bu dəfəki hədəfimiz bir nömrəli ictimai düşmən hesab edilən karbohidratlardır. Az karbohidratlı pəhrizə başlayanlar adətən ilk həftədə tərəzidəki rəqəmlərin sürətlə aşağı düşdüyünü görüb çox sevinirlər. Amma burada balaca bir sir var. İtirdiyiniz şey əsasən yağ deyil, sudur. Bədənimiz karbohidratları glikogen şəklində saxlayır və hər qram glikogen özü ilə birlikdə 3-4 qram su saxlayır. Siz karbohidratları kəsən kimi bu su anbarları boşalır, bu da sürətli, amma çox aldadıcı bir çəki etkisi yaradır. Yəqin ki, bu qaydanı milyon dəfə eşitmisiniz. Axşam saat 8-dən sonra qətiyyən yemək olmaz, yoxsa kökələrsən. Bu, arıqlama dünyasının ən köklü, ən çox təkrarlanan miflərindən biridir. Amma bilin ki, sizin bədəninizin içində bir düymə yoxdur ki, gecə düşən kimi metabolizminizi söndürsün. Əsl problem saatın neçə olması deyil, bizim vərdişlərimizdir. Bir anlıq düşünün,
Yorğun bir günün sonunda televizorun qarşısında əyləşib, fərqində olmadan yüksək kalorili qidalar yeyirsiniz. Problem yeməyin saatında deyil, o saatda nəyi və necə yediyimizdədir. Gecə yeməkləri çox vaxt şuursuz olur və həddindən artıq yeməyə gətirib çıxarır. Keçirik 3-cü bölməyə. İradə deyil, hormonlar. Və budur, nəhayət məsələnin əsl kökünə gəlib çatdıq. Arıqlamaq sadəcə kalori hesablamaq deyil. Bu, sizin bədəninizin kimyası ilə bağlıdır. Söhbət təkcə nə yediyinizdən getmir, bədəninizin buna necə reaksiya verməsindən gedir. Biologiyanızla döyüşməyə əvəzinə, onunla əməkdaşlıq etməyi öyrənməliyik. Bu fərqi anlamaq həqiqətən də həyata əhəmiyyət daşıyır. Çəki itkisi dedikdə tərəzidə gördüyünüz hər şey ola bilər. Əzələ, su, yağ. Amma bizim əsl hədəfimiz yağ itkisi olmalıdır. Niyə? Çünki əzələlər bizim metabolizmamızı işlək vəziyyətdə saxlayan mühərriklərdir. Əgər siz əzələ itirsəniz, metabolizmanız yavaşlayacaq və gələcəkdə çəki almağınız daha da asanlaşacaq. Heç pəhriz saxlayarkən elə hiss etmişsiniz ki, sanki bütün bədəniniz sizə qarşı mübarizə aparır. Bilin ki, bu sizin təxəyyülünüzün məhsulu deyil. Siz kalori qəbulunu azaldan kimi, bədəniniz aclıq hormonu olan qrelini artırır, toxluq hormonu olan leptini isə azaldır. Bu, sizin iradə zəifliyiniz deyil. Bu, minillər ərzində formalaşmış bir sağ qalma mexanizmidir. Yaxşı, əgər sürətli həllər işə yaramırsa, biologiyamızla mübarizə aparmaq da demək olar ki, mümkünsüzdürsə, onda çıxış yolu nədir? Həqiqətən də uzun müddət arıq qalan insanlar bunu necə bacarır? Gəlin bu sirrin pərdə arxasına baxmaq üçün elmə müraciət edək. Əlimizdə 10 mindən çox insanın real hekayəsi var və bu insanlar heç bir möcüzəvi həb və ya dəbdə olan pəhrizdən istifadə etməyiblər. Onların sirri daha sadə, amma daha güclüdür. Onlar öz həyat tərzlərini dəyişərək davamlı vərdişlər formalaşdırıblar. Bu da o deməkdir ki, bu uğur hər birimiz üçün əlçatandır. Və budur, o sehirli formul. Gəlin bu diaqrama baxaq. Demək olar ki, hamısı, yəni 90%-i hər gün təxminən 1 saat idman edir. Böyük əksəriyyəti səhər yeməyini heç vaxt buraxmır. Daima özlərini yoxlayırlar. Həftədə bir dəfə tərəziyə çıxırlar. Televizora az baxırlar və ən əsası, həftə sonları da rejimdən çıxmırlar. Gördüyünüz kimi, heç bir möcüzə yoxdur, sadəcə ardıcıllıq və sağlam vərdişlər. Məhz budur əsl uğurun sirri. Beləliklə, bir yol ayrıcındasınız. Ya növbəti müvəqqəti pəhrizə başlayıb, qaçılmaz məyusluq dövrünə yenidən qayıtmaq, ya da diqqətinizi ömür boyu sizinlə qalacaq sağlam vərdişlər qurmağa yönəltmək. Seçim sizindir, ancaq bunlardan yalnız biri sizə qalıcı nəticələr vəd edir. Bugün vaxt ayırıb bizimlə olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Unutmayın, sağlamlıq bir hədəf deyil, bu bir səyahətdir. Bu səyahətdə sizə dəstək olmaq üçün hamınızı Rubrikədəki Qəlbi Səbz kanalımıza qoşulmağa dəvət edirəm. Bədəninizə güvənin, elmi özünüzə rəhbər tutun və sağlam qalın.